Sabahınız bir daha xeyirli olsun, hörmətli tamaşaçılar. Vaxt səhər idmanındır və gəlin elə xəbər blokumuza başlayaq futbol xəbərləri ilə. Ötən gün bildiyiniz kimi UEFA həm Avropa Liqasında, həm də Konferans Liqasında 3-cü turun bütün oyunları eyni gündə baş tutdu. Çempionlar Liqasında turun oyunları 2 gün keçirilir. Avropa Liqası və Konferans Liqasında isə bir günə başa çatır və Avropa Liqası 3-cü turu çərçivəsində azarkeşlər ötən gün ictimai televiziya vasitəsindən Fenerbahçe Stuttgart qarşılaşmasını izlədilər. Belə ki, Fenerbahçe Kadıköydə doğma azarkeşləri önündə Almaniya təmsilçisini məğlub etməyə bacardı. Minimal hesabla belə ki, Kerem Aktürkoğlu rəqibin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbəni qazandırmağı bacardı. Ümumiyyətlə, nəzər yetirdikdə bu həftə Türkiyə klubları üçün Avrokuboklar kifayət qədər uğurlu keçdi. Çempionlar Liqasında Galatasaray bilirsiniz ki, Bodo Glimti məğlub etməyə bacarmışdı. Fənərin ardınca, həmçinin Konferans Liqasında isə Samsunspor öz meydanında Dinamo Kiyevi 3-0 hesabı ilə məğlub etməyi bacardı. Və düşünürəm ki... Təbrik edirik bir daha bütün Fenerbahçe azarkeşlərini nəzərə almaq lazımdır ki, ölkəmizdə həm Fenerbahçe, həm Galatasaray, həm Beşiktaş azarkeşləri kifayət qədərdir. Ona görə maraq da böyük olur Türk klublarına və ümumiyyətlə çox məhsuldar həftə oldu. Statistika varmı hansı klubun azarkeşləri daha çox? Bu suala mən cavab verməyim, başqa cür anlaşıla bilər, amma ortadadır yəni bu sual. Bu sualın cavabı bəllidir. Yaxşıdan Galatasaray azarkeşi olaraq bu sualı verim də. Kerem Aktürkoğlu barədə nə düşünürsən? Kerem çox yaxşı futbolçudur. Galatasaray da oynayıb, kifayət qədər fayda da verib və yaxşı məbləğə də, yəni pulsuz gəlmişdi, free gəlmişdi. 3-cü liqada oynayırdı, yəni heç kim tanımırdı Kerem adında futbolçunun varlığından xəbərsiz idi. Galatasaray onu gətirdi, yedirtdi, içirtdi, böyütdü, adam elədi, futbolçu elədi, göndərdi xaricə. O isə ilk fürsətdə qayıtdı bizim ən böyük rəqibimizə. Canı sağ olsun, uğurlar arzu edir. Özü dediyi kimi Fenerbahçe'nin uşaqlıqdan azarkeşi. Bəli, uşaqlıqdan Fenerbahçe azarkeşi olub, amma bu peşəkar işdir, yəni bu təbii ki, biz də zarafat eləyirik. Bir çox, məsələn, Galatasarayın heyətində oynayan, mən şəxsən biləm hansı futbolçular ki, onlar Fenerbahçe alırlar və Galatasarayda oynayırlar. Adlarını da çəkə bilərəm. Amma Türkiyədə elə futbolçular da var ki, 3 böyükdə də oynayıblar. 4 böyük komandada oynayan futbolçular belə var. Bəli. 4-cü Trabzonsporu nəzərdə tutursan yəni. Dostlar, bu arada Çempionlar Liqasında həftənin ən sürətli oyuncularının da siyahısı açıqlanıb, reyting cədvəli açıqlanıb. Bir ağlınıza bir isim gəlirmi ki, bu reytingi kim, belə deyə, liderlik edə bilər, kim başçılıq edə bilər? Mbappe gəlir ağlıma. Mənim də ağlıma gəlirdi, amma ilk onluqda heç onun adı yox, təsəvvür elə. İlk onluqda belə yoxdur. Kim var? Eren Elmalı. Mbappe yoxsa kim ola? Eren Elmalı var. Deyim sizə, bu mövsüm Leipzigdən Juventusa icra əsasında keçid eləyən Luis Openda liderlik eləyir. Özü sürəti bilirsiniz nə qədərdir? 36,2 km/saat sürətlə qaçır. Sprint sürətidir bu yəni ki, yəni o ən sürətli sürətlənməsi belə. Və ikinci plədə isə əminəm ki, heç ağlınıza gələ bilməzdi ki, bu futbolçu ikinci olar. Çünki onun 36 yaşı var. Və 36 yaşında bu futbolçu 35,8 km/saat sürətlə qaçır. Yəni, yaş artdıqca sürət azalır deyəsən, ona görə deyirsən, 36 yaşını xüsusi 36 yaşın əksinə, bu adam o qədər gənc, perspektivli, istedadlı oyuncular arasında ikinci pillədədir. Həftənin ən sürətli ikinci pilləsindədir. Söhbət Pierre-Emerick Aubameyangdan gedir. Aubameyang ümumiyyətlə faktura etibarilə də həmişə sürətli futbolçu olub, cəhd futbolçu olub. Yəni təəccüblüdür, amma istənilən halda təəccüblüdür. Yəni Aubameyang yaş öz sözünü demir. Belə deyək, Qabonlu hücumçu həqiqətən də çox yaxşı fiziki vəziyyətdədir. Ümumiyyətlə, müasir futbolda ki, buna da toxunacağım xəbər blokundakı, futbolçular öz həyat tərzinə, yediklərinə, içdiklərinə, yuxu rejiminə çox böyük nəzarət eləyirlər. Nəzarət eləyənlərin karyerası uzun olur, eləməyənlər də görürük vəziyyəti. Hə, məsələn, mən düşünürəm ki, onlar arasında ən nümunəvisi Ronaldodur. Və davam edək siyahımıza. Yəni, onda 39 yaşı var, hələ də top səviyyədə oynaya bilir. Bu arada efirdən qabaq elə onun haqqında xəbərləri oxuyordum, Firuz. Sanki fikirlərimi oxumuş oldu. Konferans Liqasında da qol vuran ən yaşlı futbolçu oldu dünənlər. Bəli. Və siyahımıza qayıdaq. 3-cü yerdə Liverpoolun yeni transferi Jeremy Frimpong qərarlaşıb ki, xatırlayırsınızsa, ümumiyyətlə Qarabağ azarkeşləri də bu futbolçunu çox yaxşı xatırlayır. Bayer Leverkusen'ın oyunda bizim komandamızın xeyli başarılısı olmuşdu. Xatırlamaq istəmirik. Və qeyd etdiyim kimi dostlar, düşünürəm ki, bu futbolçuların bu cür sürətə gəlib çatması, onların həqiqətən də fiziki hazırlığıdır, məşqləridir, çox böyük nəzarət olur və yəqin ki, fikir vermişsiniz, həm məşqlərdə, həm oyun ərzində futbolçuların əynində bir GPS geyimi olur ki, həmin o GPS-də onların sürətidir, xanımların istifadə edir, topiklərə oxşayır. Ay, sağ olun. Bəzən azarkeşlər onları lağa qoyurlar ki, bu nədir geyiniblər, məqsəd nədir? Amma əslində həm məşqçilər, həm komanda, həm futbolçunun öz
belə deyək, şəxsi dietoloqu, məşqçisi də buna nəzarət eləyir. Futbolçuların nəbzinə qədər orada ölçülür. Hətta meydançada hansı zonada nə qədər qaçdıqlarını belə görmək mümkün. İstilik xəritəsi deyilir ona. Ay sağ ol Firuz. Bir xeyli məlumatlısan, bu da əla bir şeydir. Və dostlar, qeyd etdiyim kimi elə futbolçular var ki, onlar öz həyat tərzləri ilə də çox nümunəvidirlər. Xüsusən də son vaxtlar Marcos Llorente'nin həyat tərzi mənim diqqətimi çox cəlb eləyir. Bilirsiniz ki, hal-hazırda o Atletico Madriddə çıxış edən bir İspan futbolçudur və onun çox maraqlı bir pəhrizi var. Daş dövrü pəhrizindən istifadə edir Aysel. Bundan bir məlumatın var mı? Yəni bu necə olur daş dövrü daşdan pəhrizi? yumşaq nəsə hər şey Bu da məntiqlidir. Amma daş yeyir. Nə baş verir orada? Yox, belə deyilmiş. Deməli, belə bir qidalama üsulu var. Paleolitik qidalama üsulu. Yəni nədir dostlar? Alt paleolit dövrünə aid yəqin ki. Ancaq ət yeyir. Onlar Ay, sağ ol. Qırmızı əti çox yeyir, balıq yeyir, toyuq yeyir, bir də qoz fındıq çox yeyir. Mən də yeyirəm, amma Marcos Llorente kimi deyiləm də. Necə olur, o da yeyir, mən də eyni şeylər yeyirəm, amma məndə Təkcə yeməklə də deyilmiş də. Deməli, o emal olunmuş məhsullardan kənar qaçır, süd məhsullarını yemir, makaron yemir, taxıl, çörəkdir, düyüdür, şəkərdir. Ümumiyyətlə, rafinə olunmuş qidalardan. Futbolçuların çox böyük əksəriyyəti istifadə eləmirlər. Kalsiumu necə görəsən əvəzləyir? Süd məhsullarının heç birini yemirsən, necə olur əvəzləyir? Sən qoz fındıqdan çox istifadə edir. Mən də çox maraqlıdır. Aysel çox yaxşı pas verdi mənə elə futboldan sonra. Kalsiumun futbolda çox böyük önəmi var. Səhv eləmirəmsə, indi futbolçunun adı yadıma düşsə deyəcəm. Bir Alman futbolçu idi, atasının ferması var idi. Və buna görə də o çoxlu kalsiumdan istifadə edirdi və ona görə onun sümükləri bərk idi. Hətta ön çarpaz bağları qopandan sonra futbola qayıtmaq bilir ki, futbolçularda çətin olur. Amma o daha yaxşı qayıtmışdı. Yəni kalsiumun önəmi, rolu çox vacibdir. Yəni Aysel maraqlı ötürməyə görə təşəkkür edirəm. Sağ ol. Xüsusilə sümüyə faydalı olduğuna görə futbolçular qaçanda... Futbolçuların da sümü ilə işləri çox olur. Eynən. Bu arada dostlar, atasından çox şeylər öyrənib 30 yaşlı futbolçu. Hətta bununla bağlı... Yaxşı öyrənməyib. Bəlkə timə yaşamaq olar. Mən nə timirəm, ölmürəm ki. Onlar biraz daha... Amma görürsən bu cür. Biz onu bilirsən, 10 il sonra görəcəyik ki, Llorente'nin bədən quruluşu, fiziki durumu nə vəziyyətdə olacaq. Onda bu xəbər yadımıza düşəcək ki, Llorente doğru həyat tərzi belə də keçirilmiş. 30 yaşı var. 30 yaşı var. 30 yaşı var. Görərik. Cavan oğlan. Bir də çox maraqlı bir yatağı da var və bu yatağının nə azından 31.000 funt sterling qiyməti var. Sağlığına ki, onun belə də yuxu rejiminə nəzarət eləməsidir, onun rahatlıqıdır, əzəllərini belə də yaxşı saxlamalıdır. O da yəqin GPS-dir, yatanda necə yatdı, necə durdu, neçə dəfə yuxudan durdu. Hər şey diqqət yetirirsə təsəvvürəm. Sağ ol, bəli. Bax belə dostlar, düşünürəm ki, bu həftəyə olan sizə çatdıracağım xəbərlər kifayət artıq, mənə ayrılan vaxt artıq yekunlaşdı. Bu arada sizə uğurlar arzu edirəm efir ərzində. Biz də sənə uğurlar arzu edirik. Həmçində tamaşaçılarımıza həm bugün, həm də həftə sonu xoş istirahətlər arzu edirəm və bu arada həm ölkədə, həm dünya idmanında baş verən ən son yeniliklərdən agah olmaq istəyirsinizsə də gün ərzində TV idmanında buraxılışlarını qaçırmayın. Gününüz uğurlu olsun.